Melike tut bakın. Ben şimdi. Bunu da biraz şekilde böyle hazırlamışım şimdi. Siz için bir hazırlamışsınız adı kadar. Belə biləcəkdə. Mövzumuz tarixində qadınlar idi. Mən də demişdim ki, qadınlar haqqında təqdimat hazırlayasınız. Siz Mehriban Əliyeva haqqında hazırlamışsınız. Əladır, möhtəşəmdir. Məlumatlara da baxın. Əla. Məktəb 5-ci sinif şagirdləri Səkizadə Əli və Füsuzadə Məlik. Çox sağ olun Əli, çox sağ olun Məlik. Gülərlərinizi qoyun, bilgi məktəbdən. Sonra kim hazırlayıb gətirsin? Əla. Sizin işiniz möhtəşəmdir, çox qəşəngdir. Bayraq yapışdırdım siz. Sən Akif hazırlamısan. Nömrə xatın haqqında, nə qəşəng şəklində. Sonra Sara xatın haqqında, əl yazısı ilə yazmısan, qəşəng. Sonra Canbayan xatın haqqında yazmısan. Qaraqoyundan. Üçüm haqqında, əla. Bunu tapşırıq dəftərinin arasına tik, kağıt tikənlə, belə bu deyilən tik, bildin? Tapşırıq dəftərinin arasına tik. Özündə götürən, çox sağ ol. Gülərin sən də verərsən. Sonra kim hazırlayıb gətirsin? Gəldən sən də evdə qalıb gətir, gətir. Belə bir şey. Hamınız eyni hazırlamalı deyilsiniz. Yəni fərqli olmalıdır hər halda. Ona görə fərqli yanaşmadır. Belə. Kimək arasında. Deməli. Həm də ayrı yazır. İlahə çox sağ ol. Mən də işini çəkmələndirəcəm. Sonra Harun. Harun. Deməli Mövlə xatun türbəsi. Mövlə xatun və türbəsi. Mövlə xatun türbəsi. Deməli Mövlə xatun haqqında məlumat verirsən, amma türbən şəklində verirsən. Niyə? Mən şəklini tapammadım. Taxtına daha doğrusu çıxardıra bilmədim. Ona görə türbən şəklini çıxardıram. Türbən şəklində çıxartdırdın? Mövlə xatunun şəkli. Mövlə xatunun şəklini tapa bilmədim. Tapa bilmədin. Belə bir çıxardıra bilmədim. Heç sən də əcəsən, sən hazırlamısan. Qəşəngdir. Qiymətləndirəcəm. Sonra kimdə var? Sonra kim hazırlayıbdı? Bu qədər. Yaxşı. Deməli, qadınlar haqqında təqdimat hazırlayanların günlərinə qiymət yazıram, qiymətləndirirəm. Bu kimdir? Bu Əlidir. Əli. Əli Azərbaycan tarixi. Deməli, meyarı yazıram bura. Tariximizi göstərmək bu. Tariximizi. Qadınların rolunu dəyərləndirir. Burada da bayraq yapışdıracam. Gerçi yapışdıracam sizə. Qoyacam Azərbaycan tarixi. Ben de böyle bayrak yapıştıracağım. Burada böyle ulduzlardan yapıştıracağım. Hazırlayıcı böyle. Önceleri görsem de. Böyle bu elin gülleri. Neler? Kadınlara. Kanetti. Dikkatle bakın kanetti. Böyle. Çeşme